Salam, axşamınız xeyir uşaqlar. Demək, bundan əvvəlki videomuzda biz modal verbi 55-ci suala qədər izah eləmişik. Bundan sonra isə indi 55-dən sonra nə qədər bacarırsa onu izah eləməyə çalışaq. 55-ci sual demişik, 56-ya baxaq. 56-da baxan kimi biz bilirik ki, haven't to, hasn't to, hadn't to qətiyyən ola bilməz deyə 2 getdi. Bundan başqa biraz bunu qalınlaşdıraq. Və növbəti should gərək deməkdir, ought to gərək deməkdir, ought-dan isə gərək eləməyəsən deməkdir. Mən də baxıram 2 təsdiq bir inkar olduğuna görə, yəni bir inkarlıq 4 tək yoxdur ki, düzdürmü? Ona görə 1-3 olan variant seçəcəm, A variantını. Nəyə görə? Çünki burada deyir ki, sən işə müraciət eləməlisən. Çünki you have an advantage of speaking fluent Spanish. Səndə səlis İspanca danışığı olduğuna görə, avantaj olduğuna görə bu işə müraciət eləməlisən, gərək eləyəsən. 1-3 variant olacaq. 57-ci sualda ought-dan sonra to gəlməlidir deyə C variantı ola bilməz. Ümumiyyətlə, modal verbdə haven't, hasn't, hadn't bu variantları heç vaxt tək götürmürük. Biz demişik ki, have to, has to, had to həmişə yanaşı gəlməlidirlər. Digər variantlarda bir yanlış görmürəm. Və baxıram ki, 2 inkar var, bir təsdiq, o bir təsdiqimi götürürəm və deyir ki, hər bir vətəndaş öz milli kimliyinin nəsədə bələdçisi olmalıdır, nəsə belə bir şey. 58-də guard ümumiyyətlə bodyguard, nəsə qorumaq, bələdçilik eləmək, yəni bodyguard özü mühafizəçi mənasına gəlir. Yəni A variantında ought to ola bilməz, hasn't to ola bilməz, çünki haven't to, hasn't to, hadn't to olan variantları heç vaxt testə götürmürük. Yenə 2 inkarım var, bir təsdiqim var deyə təsdiq götürəcəm. Traveler səyahətçi, yəni öz şəxsi əşyalarını bələdçilik eləməlidir, baxmalıdır. 59-da have-dən sonra to gəlməlidir. Elə burada da to'muz var bizim. To olduğu halda should-dan, could-dan, need-dən sonra to gələ bilməz. İndi baxıram cümlənin birinci tərəfi keçmişdədirsə, avtomatik mən də keçmişə salacağım. Restoran dil bağlı idi və biz başqasını seçməli olduq. Keçmişdən danışır çünki. 60-cı sualda isə couldn't-dan sonra to gələ bilməz, need-dən sonra to gələ bilməz. Biz bilirik ki, cümlənin içərisində to var. Qaldım indi didn't have to, had to, bir də don't have to. İndi burada birdən yanlışa yol verərsiniz ki, bu 2 inkar var, bir təsdiq, o elə təsdiqi götürüm. Yox, artıq belə olmayacaq. Çünki burada zaman fərqi var uşaqlar. Didn't have to keçmiş zamandadır, don't have to indiki, had to keçmiş zamandadır yenə. Mən də baxaram ki, mənim testimdə deyir ki, birinci hissə keçmişdədirsə, mən də avtomatik hamısını keçmişə salmalıyam. Qaldım C ilə Y arasında. İndi bilmirəm, təsdiqi götürüm, yoxsa inkarı götürüm. Deyir, kafedəki qida o qədər iyrənc idi ki, biz oranı tərk etməli olduq. Bəli, dərhal tərk etdik. Tərk etməməli olduq, biraz mənasızdır. 61-ci sualda you will hardly see the singer from here. Sən deyir, müğənnini burada görməyəcəksən. Sit, oturmaq deməkdir uşaqlar. Baxıram ki, hamısı uyğun gəlir. Və deyir ki, sən deyir, müğənnini burada görməyəcəksən, sən qabaq cərgədə oturmamalısan, yoxsa oturmalısan. Əlbəttə ki, oturmalısan. 2, 3, 5 D variantı doğru cavabdır. 62-ci suala baxıram. Nöqtələrdə qonun qarşısında tuzat heç bir şey yoxdur. Mən də bilirəm ki, modal verb olan have to, has to, had to özləri sual verə bilmirlər. Onlar həmişə əllə tuturdular, əllə gəzirdilər. 5-i çıxdım. Ought-dan sonra mütləq şəkildə to gəlməlidir. 2-ni də çıxdım. Cavabım deyəsən qaldı 1, 3, 4. Baxıram, elə variant var? Var. Yəni, biraz diqqətli olun. 63-cü sualda haven't ola bilməz. Çünki yanında mütləq haven't ümumiyyətlə ola bilməz modal verbdə. Yəni, have to, has to, had to bu formada olur. Ought-dan sonra da to işlənməlidir deyə 1, 3, 5 cavabımız qalır Y variantı. 64-cü sualda isə able-dan sonra to işlənməlidir. Haven't to, hasn't to ola bilməz deyə D variantı doğru cavabdır. 65-ci sualda will be able to olmalıdır. Sonra B variantında ought to olmalıdır. C variantına haven't to ola bilməz. D variantında ought-dan sonra to gəlməlidir deyə düzgün cavabımız Y variantıdır. 66-da ought-dan sonra uşaqlar to işlənməlidir. A variantı çıxdı. B variantı doğru cavabdır. C variantı haven't to, hasn't to, hadn't to qətiyyən ola bilməz. Çünki have to, has to ayrılmırlar. Gələcək zamanda isə demişəm, ən çox bizi çaşdıran will-dən sonra be-nin verilməməsidir. Haven't to, hasn't to ola bilməz deyə B variantı doğru cavabdır. 67-ci sualda ought-dan sonra to gəlməlidir. Haven't to, hasn't to, hadn't to ola bilməz. Demək, burada bir maraqlı bir məqam var ki, deyir ki, sən trafik işığı qırmızı olanda küçəni keçməlisən, yoxsa keçməməlisən? Biz bilirik ki, qırmızı işıq maşınlara qırmızı yol olanda biz keçə bilərik. Amma bizə qırmızıdırsa, biz keçməməliyik. Onu biz keçməməliyik deməliyəm. Bəs B ilə D arasındakı fərq nədir? Uşaqlar, burada inşallah ki, bundan sonraki suallarımızda belə fərq olmayacaq.
Have to da, must da ikisi də malıməli deməkdir. Amma must-da bir qadağa var. Yəni bunu eləməməlisən. Eləsən nə ilənsə pis bir şeylə nəticələnəcək. Biri var məsələn deyirəm ki, bu şalvarla bu ayaqqabını geyməməlisən. Bu sənin öz seçimindir. İstəyirsən get geyin. Amma bir də var deyirəm ki, məsələn, maşın svetofor qırmızı olanda yolu keçməməlisən. Keçsin axı səni maşın vurar, öldürər. Və yaxud da deyirəm ki, məktəbə uniforma, məsələn, məktəbə adi paltar geyməməlisən. Uniforma geyməlisən. Bu məktəbin qanunudursa, sən orada masın verməlisən. Və yaxud da deyirəm ki, burada maşını parkovka etməməlisən. Yəni eləsən cəza yazacaqlar. Yəni bəzi şeylərdə qadağa varsa, orada mas verəcəyik. Qadağa, çünki mas daha ağır basır have-to-dan. 68-ci sualda ought-dan sonra to gəlməlidir, able to olmalıdır. Baxıram shouldn't deyir, eləməməlisən. C-lə D isə təsdiqi bildirir. Mən də inkarı götürürəm və deyir ki, sən dostluğu təhlükədə qoyub getməməlisən. 6-cı sualda bu biraz çaşdırıcıdır. Cümlənin sonuna baxırsınız. Jose. Bu disjunctive question adlanır. Cümlənin bir tərəfi olur və ondan sonra köməkçi feilinə mübtəda gətirir və tərcüməsi belə olur da elə bir ki. Deyir ki, pasiyentlər nəysə də kim müalicə alırlar bu xəstəxanada tibbi, yəni bu qayğı üçün pul ödəməlidirlər. Elə deyilmi? Ya da ödəməməlidirlər, elə deyilmi? Bura təsdiqdirsə, avtomatik cümlənin içi inkar olmalıdır. Bu dərsi növbət dərsdə keçəcəyik inşallah. İnkar olmalıdır. Və baxırsınız ki, nə ilə sual verib? Do ilə sual verib. Məsələn, mən bura A-nı qoysam bura do ilə yox, must da yazmalıydı. B-ni qoysaydım, biz bir modal verblər özləri sual verib, özləri inkar yaradırlar. Ona görə burada məsələn needs olmalıydı. C variantına ought-u qoysaydım ought olmalıydı. D variantına should-u qoysaydım should olmalıydı. Mən bilirəm ki, don't verməliyəm ki, orada da do mənim otursun yerinə. 70-ci sualda hamısı düzdür, 2-dən başqa. Və də baxıram ki, 2 inkarım var, 2 təsdiqim var və cümləni tərcümə edirəm ki, deyir vitamin, meyvə vitaminlərlə zəngin olduğuna görə uşaqlar onu istifadə etməlidirlər. 1-3 D variantı. 71-ci sualda deyir ki, sən ora tək, ora təhlükəlidir. Ora təhlükəlidir, yəni safe özü təhlükəsiz deməkdir. It isn't safe demək, o deməkdir ki, təhlükəsiz deyil də ora, yəni təhlükəli bir yerdə. Sən ora onda tək getməməlisən. Birinci tərəf inkar olmalıdır. D ilə yen arasına qalıram. Deyir ki, biz ora qrup halında getməliyik. Amma D variantı deyir ki, getməməliyik. Ona görə Y variantı olacaqdır. 72-ci suala baxıram. Need-dən sonra to gəlməz. Qalan variantlar hamısı uyğun gəlir və baxıram ki, A-da, D-də, Y-də təsdiq cümlələridir. Mənə lazımdır inkar. Yerinə qoyub yoxlayıram. Deyir ki, mən çox pul xərcləməməliyəm bugün. Mənim çox az pulum qaldığına görə. 73-cü sualda isə baxıram ki, hamısı doğrudur. Bir təsdiqim var should. Qalanları hamısı inkardır. Hardan bildim inkardır? Not var. Not var. Not var. Not var. Yəni ki, o təsdiq götürəcəm və tərcümə edir ki, biz deyir, marujlarını xalacanika qoymalıyıq, yoxsa o əriyəcək. 74-cü sualda isə deyir ki, ought-dan sonra to gəlməlidir, ought-dan sonra to gəlməlidir, haven't to ola bilməz. Will be able to olmalıdır deyə C variantı doğru cavabdır. 75-də isə deyir ki, sən vaxtını faydasız şeylərə xərcləməməlisən. Haven't to ola bilməz. Uşaqlar have-dan sonra to gəlməlidir, ought-dan sonra to gəlməlidir, will be able to olmalıdır deyə D variantı doğrudur. Haven't to ola bilməz. Have-dan sonra to gəlməlidir, ought-dan sonra to gəlməlidir, will be able to olmalıdır deyə D variantı. 77-də baxıram ki, ought-dan sonra to işlənməlidir, səhvdir. Qalan hamısı təsdiqdir, bir inkarım var, o inkarı götürürəm və deyir ki, yeməklərin içərisinə çox ulduz qoymamalıyıq, inkarı verməliymişəm. 78-də to var burada. To varsa uşaqlar hadn't to ola bilməz, qalanlara hamısı uyğun gəlir və bizə deyir ki, çox soyuqdur. Sən sveter geyməlisən, amma bir də deyir ki, geyinməməlisən. 2-4 A variantı doğru cavabdır. 79-da yenə cümlədə to var mənim. Mən bilirəm ki, won't be able to olmalıdır deyə 2 səhvdir. Should'dan sonra to gələ bilməz deyə düzgün cavabım 3-4 B variantı qalır. 80-ci sualda isə deyir ki, onlar yarışı ought-dan sonra to gəlməlidir, will be able to olmalıdır deyə 2-3 C variantı doğru cavabdır. 81-də isə deyir ki, I'm afraid, mən deyir, təəssüf ki, nəysə, return qabağında baxırsınız ki, to yoxdur, ought-dan sonra to gəlməlidir, will be able to olmalıdır deyə 1-4 A variantı doğru cavabdır. 82-də isə will be able to olmalıdır, ought-dan sonra to gəlməlidir, haven't to, hasn't to, hadn't to heç vaxt modal verbdə doğru cavab kimi götürülmür, have-dan sonra to gəlməlidir, A variantı doğru cavabdır. İndi gəlin bir dənə bu səhifəni yekunlaşdıraq beynimizdə. To ilə işlənən modal verbləri hansılardır? Açıq qayda dəftərimizi əzbərləyirik, həm də have to, has to, had to be able to, ought to. Bəs to-suz işlənən modal verblərimiz hansılardır? Can, must, may, should, need.
83-cü sualda to var cümləmizdə. Mən də baxıb bilirəm ki, qətiyyən to can'lə işlənə bilmir, must'la işlənə bilmir, hasn't to ola bilmir. Hə, qaldım D arasında. Deyir ki, o diş həkiminə, çünki onun dişi ağrır. Bəli, getməlidir. Yəni dişi ağrıyan adam diş həkiminə getməlidir də. 84-cü sualda to var məndə cümlədə. To varsa uşaqlar, bilirəm ki, must'dan sonra to gələ bilməz, may'dən sonra to gələ bilməz, hadn't to ola bilməz. Deyir ki, bu o qədər çətin tekstdir də. Mən deyir, çoxu sözləri lüğətdən axtarmalıyam. Bəli. Çətindirsə axtarmalıyam. Asan da olsaydı axtarmayacaqdım. 85-də baxıram ki, shouldn't to ola bilməz, haven't to da ola bilməz. Çünki have to, has to, had to bir-birinə ayrılmır. İki təsdiqim, bir inkarım var. İnkarı götürürəm və deyir ki, bu ciddi deyil, sən narahat olmağa və ehtiyac yoxdur. 86-da were able to olmalıdır. Haven't özü inkarı götürə bilmir. Were able to olmalıdır. Ay arasında qalıram. Deyir, uşaqlar sakit oyunlar, çünki onların ataları yatır. Bəli, uşaqlar sakit oyunlar oynamalıdırlar, çünki ataları yatır. A variantı deyir ki, oynamamalıdırlar. 87-də baxıram, was able to, həddən sonra to gəlməlidir. Wasn't able to olmalıydı. A, B, D arasında qalıram. Deyir ki, səbətlərdir o qədər ağır idi ki, mən onları tək daşıya bilmədim. A və D variantına isə deyir ki, bacardım, yəni tək daşıya bildim. 88-də was able to olmalıydı. Hadn't to qətiyyən ola bilməz. B, Y, C arasında qalıram. Cümlədə any var. Any inkar cümlədə daha çox işlənir. Bunu yadımıza saxlayaq. Və deyir ki, otaq o qədər səs-küy idi ki, mən deyir uzun müddət orada işləyə bilmədim də, bacarmadım. 89-da isə will be able to olmalıdır. Hasn't to ola bilməz. Will be able to, yəni yoxdur. Won't be able to olmalıdır deyə C variantı doğru cavabdır. 90-cı sualda isə deyir ki, çalışma deyir, o qədər asandaydı ki, o onu problemsiz eləməyi bacardı. He could do it. Was able to ilə işlənməliydi. Sonra hadn't to ilə qətiyyən işlənməz və bilirsiniz ki, kəlin keçmiş zamanı coulddur. Düzdürmü? Bir də to be able to da bacarmaq deməkdir. Elə kənə bərabərdir. Onun da keçmiş zamanı was able to-dur. Onda belə çıxır ki, C-də, D-də eyni şeydir də. İkisi də bacarmadı deməkdir. Demək ki, tapşırığın cavabı 2 inkardan bir təsdiqi götürürəm. Yəni, could-u götürməliyəm. 91-də have-dən sonra to işlənməlidir. Ought-dan sonra to işlənməlidir. Haven't to, hasn't to, hadn't to olan variantları qətiyyən götürmürük. Və deyir ki, sən tez-tez valideynlərə baş çəkməlisən. C variantı doğru cavabdır. 92-yə baxıram ki, deyir ki, yəni birinci səfərə çıxır, have-dən sonra to gəlməlidir, have-dən sonra to gəlməlidir. İki inkarın bir təsdiqim varsa, əlbəttə ki, birinci təsdiqimi götürəcəm və deyir ki, sən bu detektiv hekayələr oxumalısan, onlar maraqlıdırlar. 93-ə baxıram, deyir ki, when I read is a text, mən asan tekstləri oxuyanda mən lüğətdən istifadə eləmirəm. A variantı da ola bilərdim. A variantı deyir ki, asan tekstlərdən oxuyanda lüğətdən istifadə eləməliyəm. Yox, niyə ki? C variantı o da eləməliyəm. Haven't to deyə bir anlayış yoxdur. Will be able to ilə işlənməlidir. 94-də haven't to olmalıydı. B variantı have to olmalıydı. Ought to olmalıydı. D ilə Y arasında qalıram. When we have got a toothache, bizim dişimiz ağrıyanda biz diş həkiminə getməliyik. Y variantı deyir ki, getməməliyik. Niyə? 95-də isə deyir ki, baxıram, səhv görürəm. Should'dan sonra to gəlməz. Ought-dan sonra to gəlməlidir. Haven't to ola bilməz. Və bizə deyir ki, mən ev işlərini tək, mən kimsənin köməyinə ehtiyacım yoxdur. Demək ki, bu tək eləyə bilir də, bacarır. Kimisə köməyinə ehtiyacı yoxdur. Amma A variantı deyir ki, eləməməliyəm. 96 çox maraqlı sualdır. Cümlədə but var uşaqlar. But olanda bilin ki, bir tərəf inkar olanda o bir tərəf təsdiq olmalıdır. İndi bizə deyir ki, Nick partiya qoşula, amma mən qoşulanmadım, bacarmadım. Demək, Nick qoşula bilib, amma deyir ki, mən bacaramadım. Yəni, görürsünüz, Kent özü deyir ki, mən birinci tərəfimə də kəm ver. Elbki deyirəm ki, Səbinə oxuya bilir, amma filan kəs oxuya bilmədi. Yəni ki, burada bir təzadlıq var. Məsələn, 97-də yenə bat var. Bura təsdiqdirsə, avtomatik buranı inkarlaşdırmalısınız. Bu birinci tapşırığımız. Və onlar deyir ki, onlar problemi həll eləmək, amma biz eləyə bildik. Demək, onlar eləyə bilmədilər, bacarmadılar, amma biz eləyə bildik. 98-də isə will be able to olmalıydı, have to ilə işlənməlidir, haven't qətiyyən ola bilməz. Must'dan must arasında qalıram. Baxıram, deyir ki, mənim dərmanım yox idi evdə, mən apteka getməliydim. Bəli, B variantı doğru cavabdır. 99-da haven't to, hasn't to, hadn't to olan variantları qaydətlərə yazmışam ki, qətiyyən götürmürük. Able to ilə işlənməlidir, have to ilə işlənməlidir. Qaldım yenə bir təsdiq, bir inkarın əlində. Deyir, dişimi sındırmışam. Dentistdə diş həkimi deməkdir uşaqlar. Mən diş həkiminə getməliyəm.
100-cü suala baxıram. Nöqtələrdən sonra to var. Shoulddan, mustdan sonra to gəlmir deyə 1-3 D variantı olacaq. 101-də isə deyir ki, ought-dan sonra to işlənməlidir, have-dən sonra to işlənməlidir, haven't ola bilməz. Hə, uşaqlar, biz tərəvəzləri yumalıyıq, yoxsa yumamalıyıq? Əlbəttə ki, yumalıyıq. 102-də isə each of us, bizim hər birimiz, baxıram görüm nə hansı variant verə bilərəm burada. To yoxdur. Birincisi nöqtələrdən sonra to yoxdur. Bunu bildim. Haven't, hasn't olan variantları qətiyyən götürmürəm. Baxıram ki, bir təsdiqim var, 2 inkarım var. O bir təsdiqə daha çox meyilli oluram və tərcümə edəndə deyir ki, bizim hər birimiz nəsə eləməliyik ki, ətraf mühitə olan çirkləndirməni dayandıraq. Okay. 103-də isə deyir ki, bizim hər birimiz hasn't ola bilməz. Ought-dan sonra to gəlməlidir. 2 inkar var, bir təsdiq var və bir təsdiq göstərəcəm. Bizim hər birimizdən eləməliyik ki, mühit problemlərini həll eləyək. 104-cü suala baxıram. If you are treated at a private hospital, baxıram deyir ki, sənə deyir əgər, bu testdə bir dənə də asan yolu var. Şöyle burada baxırsınız ki, heç bir səhv görmürük. 1-də, 2-də, 3-də, 4-də, 5-də. Amma baxıram ki, 1, 2 təsdiqdir, 3, 4, 5 inkardır. Ya cavab 1, 2-dir, ya da 3, 4, 5-dir. Mən də baxıram 3, 4, 5 variantı yoxdur axı. Demək onda 1, 2 variantıdır. Tərcümə edə bilməyən uşaqlar üçün. Amma tərcümə edənlər bilməlidirlər ki, deyir ki, əgər səndə özəl xəstəxanada müalicə olmusansa, sən gərək oradakı xidmətləri ödəməlisən. Ödəməlidir. Dövlət xəstəxanası olsa ödəməsin. Amma private hospital özəl xəstəxanadır uşaqlar. 105-də yenə eyni qayda ilə 1, 2 təsdiqdədir, 3, 4, 5-də inkardadır. Baxıram 3, 4, 5 variantı yoxdur deyə mən də 1, 2-ni götürürəm. Çünki başqa səhv görmürəm, baxın modal verblərdə bilirəm. Burada haven't to yazmayıb, məsələn, ought to-suz verməyib. Deyir ki, əgər sən bankda özünə hesab açırsansa, gərək onun qaydaları ilə tanış olmalısan, təsdiqləri seçəcək əlbəttə ki. 106-da isə I do my homework, so I ask for help. Deyir ki, mən kömək istədim. Ought-dan sonra to gəlməlidir, hadn't to ola bilməz, will be able to olmalıdır. Deyir, mən ev tapşırığımı eləyə bilmədim və kömək istədim. D variantından isə deyir ki, eləyə bildim, kömək istədim. Eləyə bilmirsən, nəyə kömək istəyirsən? 107-də isə the water is too cold. Hava deyir, o qədər soyuqdur ki, uşaq deyir, hovuzda bu qədər qalmamalıdır uşaqlar. Ought-dan sonra to gəlməz, hasn't to ola bilməz. Qalanlar isə burada təsdiqlərdir. Bir dənə də inkarım var deyə inkarı götürdüm. 108-də isə hadn't to ola bilməz, was able to ilə işlənməlidir, ought to ilə işlənməlidir. Qaldı bacarır, bir də bacarmır söhbətində. Deyir ki, Tom qolunu incitdi və o handball dostları ilə oynaya bilmir. 109-da isə deyir ki, yenə eyni qaydada able to ilə işlənməli idi, hadn't ola bilməz. Qaldım indi 3 variant arasında. Deyir ki, Ben qolunu incitdi, o nə yazar, nə də oxuya bilmir. 110-cu sualda isə hasn't to qətiyyən ola bilməz. B variantında shoulddan sonra uşaqlar to işlənə bilməz. D variantında will be able to olmalı idi. Shouldn't-dan sonra da to işlənə bilməz. C variantı doğru cavabdır.